BRICS nədir? BRICS 5 böyük ölkənin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın təmsil olunduğu iqtisadi əməkdaşlıq qrupudur. Bu qrup ilk olaraq 2001-ci ildə Goldman Sachs tərəfindən BRIC kimi adlandırıldı və 2010-cu ildə Cənubi Afrika qrupunun tam hüquqlu üzvü olaraq qəbul edildikdən sonra BRICS adını almışdır. BRICS-in əsas məqsədlərindən biri qlobal iqtisadiyyata təsir göstərməkdir. Qrup dünyanın inkişaf etmiş ölkələri olan G7 qrupuna alternativ kimi daha balanslı qlobal iqtisadiyyatı təmin etməyi hədəfləyir. Daha sadə dildə desək, bir vaxtlar Qərb və Avropa ölkələri müxtəlif biliklər adı altında birgə fəaliyyət göstərərək bir çox sahədə inkişaf etmişdir. Bunu görən dünya gücləri və nəhəngləri eyni məqsədə birləşərək qlobal miqyasda böyük bir təşkilat yaratmağa qərar verdi. Videoyu çox qısa anlığına bölürəm. Daha çox bu tərzdə araşdırma videolarının gəlməsi üçün videomuzu bəyənməyi, kanalımızı paylaşmaq və nəsə abunə olmağı unutmayın. Elə isə qaldığımız yerdən davam edək. Böyük yeddilik, yəni G7 və BRICS iki fərqli qrupdur. G7 əsasən inkişaf etmiş ölkələrdən ibarətdir və iqtisadiyyatdan təhlükəsizliyə qədər bir çox qlobal məsələləri müzakirə edir. BRICS isə inkişaf etməkdə olan ölkələri bir araya gətirir və onların iqtisadi əməkdaşlığını gücləndirməyə çalışır. Hər iki qrupun məqsədləri və yanaşmaları fərqlidir. G7 daha çox qərb məqsədli siyasətlərə yönəlir, BRICS isə alternativ qlobal müstəvidə daha çox iştirak etməyə çalışır. BRICS əməkdaşlığı bir sıra sahələrdə üzv ölkələrə fayda gətirir və qlobal səviyyədə təsirini artırır. Əməkdaşlıq ilk növbədə iqtisadi inkişaf və ticarət imkanları sahəsində özünü göstərir. BRICS ölkələri ticarəti asanlaşdıraraq bir-biri ilə daha sərbəst şəkildə iqtisadi əlaqələr qurmağa və tarif və qeyri-tarif maneələrini azaltmağa çalışırlar. Bu yanaşma həm yerli biznesinə dəstəkləyir, həm də xarici sərmayələrin cəlb olunmasına kömək edir. BRICS çərçivəsində yaradılan yeni inkişaf bankı, New Development Bank, alternativ maliyyə mənbəyi olaraq beynəlxalq səviyyədə daha sərfəli kredit imkanları yaradır. Bu bank, üzv ölkənin inkişaf layihələrinə maliyyə dəstəyi təklif edərək infrastruktur, səhiyyə və təhsil kimi sahələrdə layihələrin həyata keçirilməsinə yardım edir. NDB, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ olaraq daha asan şərtlərdə maliyyələşmə təklif edir. BRICS ölkələrinin ortaq pul vahidi hələlik mövcud deyil, yəni rəsmi BRICS valyutası yoxdur. Hazırda BRICS ölkələri ticarət əməliyyatlarında əsasən milli valyutalarını və ya ABŞ dollarını istifadə edir. Lakin üzv ölkələr vahid bir pul vahidi yaradaraq ABŞ dollarının alternativi yaratmaq barədə müzakirə aparırlar. Bu ideya icra olunarsa, BRICS valyutası qlobal ticarətdə dolların asılılığını azaltmağa və üzv ölkələr arasında ticarəti gücləndirməyə yönələcəkdir. BRICS əməkdaşlığı həmçinin üzv ölkənin təhlükəsizlik və diplomatiya sahəsində də birgə fəaliyyətini genişləndirir. Bu əməkdaşlıq onların regional və qlobal təhlükəsizlik məsələlərində vahid mövqe sərgiləməsinə və beynəlxalq münaqişələrdə daha güclü bir diplomatik təsirə malik olmasına şərait yaradır. Texnologiya və innovasiya sahəsində BRICS ölkələri təcrübə mübadiləsi apararaq sənaye və texnologiya sahəsində irəliləşməyə nail olur. Bu əməkdaşlıq sahəsində üzv ölkələr bir-birinin təcrübəsindən yararlanır və texnoloji inkişaflarını sürətləndirirlər. Bundan əlavə, BRICS qlobal səviyyədə alternativ təsir gücü rol oynayır. Qrup inkişaf etmiş ölkənin təsirini balanslaşdıraraq beynəlxalq qərarların qəbulunda daha çox söz sahibi olmağa çalışır və xüsusən də inkişaf etməkdə olan ölkənin maraqlarını qorumağa yönəlmiş strategiyalar həyata keçirir. BRICS əməkdaşlığı inkişaf edən ölkənin iqtisadi inkişafını dəstəkləyir, onların səsini qlobal səviyyədə eşitdirir. Bunun nəticəsində ABŞ və Avropa İttifaqının dominant olduğu qlobal iqtisadi sistemə balans gətirilir. Son illərdə BRICS-ə qoşulmaq istəyən ölkələrin sayında artım müşahidə olunur. 2023-cü ildə keçirilən BRICS sammitində BRICS ölkələri daha çox ölkənin öz sıralarına qəbul etmək qərarına gəldi. Bu qərar çərçivəsində 6 ölkə Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri rəsmi olaraq 2024-cü ildən BRICS-ə qoşulmağa dəvət olundu. Bu ölkələrin BRICS-ə qoşulması qrupun iqtisadi, siyasi və coğrafi cəhətdən müxtəlif və qlobal təsir gücünə malik olmasını təmin edəcəkdir. Məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi neftlə zəngin ölkələrin üzvlüyü enerji resursları baxımından BRICS-ə böyük təsir göstərəcək. İran və Misir kimi ölkələrin iştirakı ilə Yaxın Şərqdə daha güclü siyasi və iqtisadi əlaqələrin qurulmasına təkan veriləcəkdir. Efiopiya isə Afrikanın inkişaf etməkdə olan ölkələr arasında nüfuz sahibidir və bu qitədə BRICS-in mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Azərbaycanın BRICS-ə qoşulması halında ölkə qlobal iqtisadiyyatda daha geniş bir rol oynaya bilər. Bu, enerji resurslarının daha səmərəli istifadə olunmasına və regional təhlükəsizliyin artırılmasına imkan tanıyacaq. Eyni zamanda BRICS çərçivəsində iqtisadi və siyasi əməkdaşlığın artırılması Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirə bilər. Azərbaycan BRICS-ə qoşulmaq üçün avqust ayında rəsmi müraciət edib. Bu istəyini ilk dəfə 3 iyulda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında ifadə edib. Həmin bəyannamədə Çin tərəfindən dəstəyi qeyd olunub. 11 iyulda Sankt-Peterburqda BRICS ölkələrinin Parlament Fondunda Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bu təşkilata qoşulmaq istədiyini vurğulayıb və əməkdaşlığın genişləməsinin müsbət təsir göstərəcəyini bildirib. Beləliklə BRICS-in bugünkü fəaliyyətləri və qlobal arenadakı təsiri barədə qısa bir nəzər yetirdik. Bu birlik sürətlə dəyişən dünyamızda yeni imkanlar yaratmaq, iqtisadi gücünü artırmaq və qlobal inkişafda yeni yollar açmaq üçün bir platformaya çevrilir. BRICS-ə qoşulmaq istəyən ölkələr isə daha geniş bir əməkdaşlıq şəbəkəsi yaratmaq arzusundadır. Azərbaycan da bu qlobal platformada yer almaq üçün atdığı addımlar ölkəmizin dünyadakı mövqeyini gücləndirmək istəyindən xəbər verir. Sual isə budur: BRICS-in gələcəyində Azərbaycan görə biləcəyikmi? Bunu zaman göstərəcək. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı, dostlarınızla paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Şərhlərdə fikirlərinizi gözləyirəm. İzlədiyiniz üçün təşəkkürlər. Allah'a əmanət olun.